Vahiy meleği Cebrail'in İmam Hüseyin'in şehadetinden haber vermesi. İmam Hüseyin'in 2 yaşı var idi. Peygamber sallallahu sefere gedirdi. O Hazret yolda birden ayak saxlayıb buyurdu. Biz Allah tərəfindənik və ona tərəfdə qayıdacağıq. Peygamber sallallahu bunu deyib ağladı. O Hazretdən ağlamağının səbəbini soruşduqda buyurdu. İndi Cebrail, Fərat çayının yaxınlığında olan bir yer barəsində mənə məlumat verdi. O yerin adı Kərbəladır və orada oğlum Hüseyni əleyhissalam qətlə yetirəcəklər. Soruşdular, ey Allahın Resulü sallallahu aleyhi və alihi və səlləm, onu kim qətlə yetirəcək? Buyurdu, oğlum Hüseyni əleyhissalam Yezid adlı bir şəxs qətlə yetirəcək. Elə bil indi onun qətlə yetirilən və dəfn olunan yerini öz gözümlə görürəm. Peygamber sallallahu səfərdən qəm-qüssə içində qayıtdıqdan sonra minbərə çıxıb hütbə söylədi və xalqa moizə etdi. Sonra sağ əlini İmam Həsən əleyhissalam, sol əlini isə İmam Hüseynin əleyhissalam başına qoyub, üzünü göyə tutaraq dediyə, İlahi, Muhammed, sənin bəndəm və Peyğəmbərin, bu 2 şəxs isə mənim əhl-i beytimin pakları və nəslimin seçilmişləridir. Onlar ümmətimin arasında mənim canişinimdilər. Cebrail mənə xəbər verdi ki, bu övladımı, Hüseyni, məzlumcasına qətlə yetirəcəklər. İlahi, şəhadəti ona mübarək et. Onu şəhidlərin sərvəri seç. Onu öldürən və xar edənləri xar və zəlil et. Lühuf, Seyyid ibn Tavus, səhifə 8-dən 9-a qədər. Ümmü Sələmə belə nəql edir. Bir gün Peygamber sallallahu mənim evimdeykən Hüseyni qucağına alıb ağlayırdı. Soruşdum, ya Resulullah, nə üçün ağlayırsan? Həzrət buyurdu, Cebrail bu uşağın şəhid olacağını mənə xəbər verdiyi üçün ağlayıram. Sonra Peygamber sallallahu mənə biraz torpaq verib buyurdu. Bu torpaq Kərbəla torpağıdır. Haçan gördün ki, bu torpaq çevrilib qana döndü, bil ki Hüseyni şəhid ediblər.